Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı. Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabı üzerine olsun. Allah Teala bu elm meclisimizi xeyirli, bərəkətli eylesin. Allah Teala günahlarımızı bağışlasın. Allah Teala bizleri öz dərgahında, melekler önünde, yakın melekler önünde hatırladığı kulların sırasına dahil eylesin. Allah Teala Kur'an-ı Kerim'de buyuruyor ki: İnne şeytane ya'idukumul fakr. Şeytan sizi yoksullukla korkudur. Allah Teala Kur'an-ı Kerim'de buyuruyor. Bunu buyuran kim? Rabbimiz. Çünkü Rabbimiz bilir ki şeytanın en büyük silahlarından birisi nedir? İnsanları yoksulluğla korkutması. Onun arkasına gelir gəm, keder, üzüntü. Tedricen insanı Allah'tan uzaklaştırır. Bu şeytanın en büyük silahlarından birisidir. Bak, şeytan bizi var devletin, firavanlığın, sevincin ve şefanın yoksulluğuyla korkudur. Yani şefa tapmayacaksan, xəstəlik yayıldı, xəstələnəcəksən. Bu şeytanın hamısı nədir? En büyük silahlarından birisidir. Mümin buna teslim olsa hayatı boşa gidecek. Hiç ibadetten haz almayacak. Hiçbir şeyden bu dünyada lezzet alabilmez. Ona inanmayın, çünkü o yalancıdır. Allah Teala buyurur. Hayat Allah'ın lütfuyla geniştir ve onun xeyri bereketiyle doludur. Ona güven, Allah hakkında yaxşı düşün ve rahat ol. Bakın, subhanallah. Ona göre xoşbəxtliyi düşündüğünüz zaman bir insan, onu karşınızda göreceksiniz. Neye göre? Ancak ehtiyatlı olun ki bədbəxtliyi sözlerinizle üzə çıxarmayasınız. Çünkü bela sözlerle davet olunur. Subhanallah. Bela söze bağlıdır. Şeytan buradan korkuzur. Fağırlı, xəstəlik. Bu tərəfdən sən ne deyirsən? Onsuz da sağalmayacağım. Deməli sağalmayacaqsan. Çünkü neye göre? Belaları değil, öz dilinizle özünüzde celb edirsiniz. Bu da şeytanın nedir? Üslublarından birisi. Ona göre diyor ki ezilme. Öyle ağrıların var ki hiç kim önem vermemiştir. Onlar hiçbir benzeri ve tayı olmayan Allah'ın himayesi altındadır. Ona göre yani insan aslında hayatı güzeldir. Hayatı sev, ona ümit, güzel düşünmeyle hayatını güzelleştir. Korku ve bedbinliği onu mahvetme. Korku ve de bədbinliği. Ne demek bədbinliği? Yaxşı olmayacak. Onunla bir hayatını mahvetme. Çünkü korku ve bədbinliği hayatın iyiliği mahvedir. Subhanallah. Gəm, keder dairesinde kalmakla hayatını hiç neyi değişebilmezsen. Bazı insanlar bu şeytanın vesvesesine kapılır. Hayatı nedir? Gəm, keder. O gəm, keder çerçevesinde kalanda hayatın nasıl değişir? Hiç de değişmiyor. Aksine daha da pise gelir. Çünkü özünü değişsen hayatın değişecek. Nikmin o. Ne? Güzel düşün. Yaxşı şeyler gözleyerek hayatının güzelliklerini hisseyle ve Allah'a güven. Bakın, o zaman kalbinde rahatlık olacak, ruhun sakitleşecek ve özünü diye azad hissedeceksin. O zaman anlayacaksan ki, emin olacaksan ki, bakın, insana verilen ne kadar nimetler var. Subhanallah. Ama gəm, keder, korku birinci sen neden uzaklaştırır? Allah'ın nimetlerini görmürsen. Bak, şeytan hara aparır seni. Gəm, keder, korku ki nimetleri görmeyəsən. Esas odur. Çünkü sen Allah'ın nimet görmeyende Allah nimetleri senden alır. Subhanallah. Esas nedir? Seni korkuzur, gəm, keder, pis olacak, xəstələnəcəksən, hayatın güzel olmayacak. Elinde olan nimetleri unutasan. İnsanın elinde olan nimetleri unutması en büyük şeytanın hilelerinden birisidir. Subhanallah. Hatta insan gündelik nimetlerini arzur, nimet gibi bakmırsa buna deyirlər ki sakit bir bela. Yani insan evine gelir, evlatları sağlamdır, ailesi sağlamdır, gündelik ruhusu var. Bunu nimet gibi görmür insan. Adiləşir, elə deyir ki həmişə bu olmalıdır. O zaman nimet gibi bunu görməyəndə nimetler neyini elden çıxır. Subhanallah. Çünkü Allah Teala senin için neyin xeyir olduğunu o bilir. Ve sana xeyir olana o güzel, o xeyri getirebilir. Ama sen mütlak xeyir yazar, ona güvensen eğer. Bakın. Eğer Kur'an'ın bir ruhunu derk etseydi, Kur'an bize ne öğretiyordu her zaman? Nikbin olma. Yani güzel düşünmeyi. Kalbimizde ümitli ol. Çünkü Kur'an'ın ruhu budur. Kur'an bədbinliği, ümitsizliği sevmir. Ümitsiz olmayın, kederlenmeyin, zayıf düşmeyin, ümidinizden düşmeyin.
ola bilsin ki Allah'ın yardımı yaxın olsun. Baxın, Allah da necə buyurur. Subhanallah. Eğer qəlbindən bu bədbinliyin, ümitsizliyin tozunu üfürməsən, nikbinliyi ve Allah'a olan güven qəlbində olmasa, heç zaman xoşbəxtliyi bu dünyada hiss edə bilməyəcəksən. Ona göre hayatta baş verenlere yaxşı bak. Çünkü Allah senin hakkında yaxşı zənnini sevir. Bakın ve sana bundan daha xeyrisini verəcək. Çünkü o səxavətlidir, kərimdir, her şeyin sahibidir. Ona göre diyor ki Allah Teala bizlere valideynlərimizdən daha mehribandır. Qərarın bir sənin əlindədir. Bak, hökmündə qətiyyətlisən. Sənin qəzan, qəza və qədərin ədalətlidir. Müminin şuarı bu olmalıdır. Hər bir şeydə. Qərarım sənin əlindədir. Hökmündə qətiyyətlisən. Yəni sən nə istəsən mütləq olacaq və sənin qəzan ədalətlidir. Yəni başına gələn bütün müsibətlərdə sən ədalətlisən, ey Rəbbim, mən inkar etmirəm. Ona görə deyir ki, hər zaman rahat olmaq istəyirsənsə, Rəbbinə təslim ol, hər bir şeyə razı ol. Çünki sənin işlərin göylərdə nizamlanıb və qaydaya salınıb. Elə düşünmə ki, sən seçirsən və ya nəyi qərar verirsən, o baş verir. Əksinə, sənə gələn hər şey Rəbbindən ol əmri ilə gəlir. Qəza və qədər təyin olunub, sən bilməlisən ki, əslində sənin heç nəyin yoxdur, hər şey ondan gəlir. Buna görə daim işini uca Allahın hökmünə təslim eylə. Biz çalışırıq, Allah Teala özü əmr eləyib. Amma səbəblər nədir? Səbəbdir. Səbəblərin də sahibi kimdir? Uca Allah Teala. Ona görə Allah Teala sənə və sənin işlərinə nəzarət edir. Səni öz lütfu ilə qoruyur. Onda deməli nədir? Allahın sənin üçün seçdiyi hər şeydə xeyir var. Sənin özün üçün seçdiyin deyil. Allahın üçün. Yəni həyatda hər bir şey müəyyən bir müddət səninlə birlikdədir. Baxın. Hər şeyin səni tərk edəcəyi bir an gələcək. Necə ki, gün batmazdan əvvəl kölgən belə səndən ayrılır. Bütün bu şeylər səni həyatda tək qoyub gedəcək. Yalnız səninlə qalan nədir? Uca Allah Teala səni qoruyacaq odur, səni himayət edəcək odur. Hər kəs tərk edəcək bizi. Ona görə deyir ki, ən çətin yaralar və ən çətin ağrılar, əzablar, yorğunluqlar qəlbin deyir, bu sözlərlə sakitləşir. Nə deyir Allah Teala? Allah qullarına lütufkardır. Bu ayəni də qəlbində yaşat, nə qədər dərinləşsən, işlərin də o qədər asanlaşacaq. Baxın, nə deyir? Beləliklə, onu balıq uddu və özünü qınayırdı. Kim? Yunus Aleyhisselam. Bəlkə də deyir ki, bu ayda nə fayda çıxardır? Deyir, sən bilə bilməzsən, bəlkə də sənin bürüyən kədər və ağrı bugün sənin xoşbəxtlik və daha böyük nemətlərə çatdırmaq üçün bir sınavdır. Necə ki, Yunus Aleyhisselam'a Allah bu sınağı çəkmişdi. Yəni, Allah sənə nemət olaraq sevinç, hər zaman sevinç ağacını əkmişdir. Buna görə də çoxlu şükr elə, Allah zikr elə. Çünki nemət verən odur. Yəni, hər bir şeydə deyək ki, Rəbbim lütufkardır. Rəbbimin seçimi hər halükarda nədir? Xeyirdir. Baxın, deyək ki, əsas qayda, əgər həyatda xoşbəxt olmaq istəyirsənsə, Allahın sənə verdiyi qismətə razı qal. Baxın, Allahın verdiyi qismətə razı qalmasan, bütün dünya da sənin olsa, heç vaxt xoşbəxt ola bilməyəcəksən. Baxın zənginlərə, xoşbəxt deyirlər. Razı deyirlər. Niyə? Gözü başqasındadır. Qarunun mülkü var, yenə gözü başqasındadır. Doymur. Çünki Rəbbinlə razı deyil. Həmişə səndən daha azına sahib olanlara bax. Çünki səndən daha çətin vəziyyətdə olanlar var. Bunu dərk etdikdə səni xoşbəxtlik və razılıq hissi bürüyəcək. Baxın, Məryəm nə demişdi? Bu Allah tərəfindəndir. Həqiqətən Allah istədiyi kimsəyə saysız və hesabsız ruzu verir. Hər dəfə Zəkəriyyə Kulləmə dəxalə Zəkəriyyə hər dəfə Zəkəriyyə onun yanına daxil olanda mehraba, yəni mehrab namaz qıldığı yerə, onun yanında ruzu var idi. Düşünün. Elə bu ruzlar ki, o anda yetişmirdi. La ilahe illallah. Soruşanda ki, bu hardandır? Məryəm anamız nə dedi? Bu diyor Allah'ın lütfüdür. Allah istədiyi kimsəyə saysız, hesapsız ruzu verir. Yəni, heç kimsə onun ruzuna qarışa bilməz. Niyə buna çox verdi, niyə buna az verdi? Baxın, bu ayədə insanın Allah'ın lütuf və mərhəmətinə arxalanmasını və onun ruzunu hər yerdə tapa biləcəyini göstərir. Ruzu axtaran və yolları bağlanan hər bir insan üçün dua və Allahla yalvarmaq
arzulara çatmaq üçün ən sürətli vasitədir. Hətta bu arzu geciksə belə. Subhanallah. Baxın, deyir ki, Allah göyləri dirəksiz olaraq ucaltdı, deyir. Yəni, əgər yer üzü sənə dar gələrsə, çölə çıx və bir göyə bax, deyir. O, heç bir dayaq olmadan ucaldılmışdır. 7 səma, hər səma arası 500 illik məsafə. Yəni, deyir ki, Allahın qüdrəti hər cür çətinliyi aradan qaldırmağa qadirdir. Hətta çətinliklər böyük olsa belə, yəni Allah göyləri, yerləri yaradan Allah sənin sıxıntılarını aradan qaldırmaq qadir deyil. O bir şey ol deyər, anidən olar. Sadəcə yəqinlik problemimiz var. Sidqlə ilə inan problemimiz var. Baxın. Deyir ki, səndən dağlar barəsində soruşacaqlar. Deyir ki, Rəbbim onları külə çevirib soğuracaq, deyir. La ilə. Və yənsifuha Rabbi nəsfə. Düşünün. Dağları yox edən Allah. Sarsılmaz və möhkəm qayaları dağıdan Rəbb çətinlikləri aradan qaldırmağa qadir deyilmi? Əlbəttə ki, buna qadirdir. Çünki o göylərin və yerin Rəbbidir. Yəni, həyatında qarşılaşdığı maniyələr nə qədər böyük olsa olsun, dağlardan daha güclü deyil ki. Allah da onlar da Allahın yaratdığı varlıqlardır. Buna görə də yalnız Rəbbindən istə, onun izzət və cəlalına dua elə, yəni ona sığın, səni çətinlikdən və aradan qaldırsın. Baxın, nə deyir? Səbr edənlərə müjdə ver. Əli İmran surəsi. Və sonra nə deyir? Və sizi sınayacaq ki, aranızda cihad edənləri və səbr edənləri bilək. Cihad yəni nəfsi ilə cihad edənlər. Yəni sınaqlar möhkəmlik və çəkilmə qapısıdır. Allah təala səni sınayıbsa, deməli səni daha möhkəmləndirmək istəyir. Sınaq əslində Allah təalanın sevmədiyi anlamına gəlmir. Əksinə. Bu xeyir, yüksəliş və mükafat yoldur. Eyni zamanda sınaq günahların çirkini yuyan pak bir sudur. Allah onu vasitəsilə bəndəsinin günahların çirkinliyindən təmizləyir. Çünki Allah bilir, siz bilmirsiniz. Bitti ayət. Yəni işini Allah həvalə elə. Təvəkkül et. Əgər sənə bir şey gəlirsə, bax, bunu hər zaman mömin düşünməlidir. Bunu düşünməsə, gözü olacaq başqasının mülkündə, qəlbinə kədər gələcək, əlində olan neməti görməyəcək, Allah rəhmətini ündüzəcək. Baxın nə deyir? İşini Allah həvalə elə. Allah təvəkkül elə. Əgər sənə bir şey gəlirsə, bil ki, o sənin üçün mütləq xeyirlidir. Əgər sənə gəlmirsə, əmin ol ki, Allah səni heç vaxt unutmur. Həmişə Rəbbinə güvən. İstədiyin şey gəlibsə, xeyirdir. Gəlməyibsə, deməli, Allah onu sənə təqdir eləməyib. Allah'a yerə güvən. Yəni, mömin həyatında belə düşünməlidir. Baxın. Başqalarının xoşbəxtliyi sənin xoşbəxtliyindən heç nə əskitməz. Və onların rüzü sənin rüzünü azaltmaz. Allah sənə yazdığı nemətləri sənə yetirəcək. Buna görə də qəlbini saf saxla. Başqalarına xeyir dilə və Allahdan xeyir istə. Subhanallah. Hər bir insanın daxilində bir toxum var. Əgər o toxum, ümid, Allaha gözəl zənn etməklə suvarlarsa, gözəl bağlara çevirilər, insana xoşbəxtlik və sevinc verər. Yəni, qəlbində hər zaman gözəl ümid, o qəlb rahat olacaq. Amma ümid yox, qəlbinə qarşı pis zənn, o qəlb xarabalıqdır. Heç bir şeydən həzz ala bilməz. La ilahe illallah. Baxın, əgər bu toxum, qəm, bədbinlik, ümidsizliklə suvarlarsa, insanın həyatı parçalana bilər, çətinliklər içində boğular və yaşamaq çətinləşər. Sənə bədbin fikirlər gəldikdə üzündə hər zaman təbəssüm olsun və hər dəfə xatırla, sənin Rəbbin heç nəyi unutmaz. La ilahe illallah. Çoxlarımız nədir? Bu ayələrə diqqət yetirmirik. Baxın, həmin yanarlarına düşən göz yaşını və qaranlıq gecədə Allahın dərgahında qaldıran duaları o heç vaxt unutmaz. Ona görə narahat olma, mükmin ol, ümidli ol. Allah səni öz lütfü ilə sevindirəcək. Baxın, nə deyir? Allah haqqında gözəl zəndə olanlar. İmam Şafi'dən soruşurlar. Deyirlər ki, Allah haqqında gözəl zəndə olanlar nə deməkdir? Yəni, gözəl zəndə onlar Rəbbim bağışlayandır, dualar qəbul edəndir. Deyirlər ki, Allah haqqında pis zənn necə ola bilər? İmam Şafi'dən soruşurlar. Baxın, çoxları bundan xilas ola bilmir. 5 vaxt namaz qılır, yenə xilas ola bilmir. Deməli, imanı zəifdir. İmam Şafi nə deyir? Allah haqqında pis zənn nə deməkdir? Vəsvəsə, davamlı qorxu, la ilə, qorxu, xəstəlik gəldi, görəsən mən də xəstələnəcəm. Qiymət bahalaşdı, ay nə olacam, misal üçün.
La ilahe illallah. Bir bəlanın baş verməsindən daimi narahatlıq duymaq. Ay bəla gələcək, ay uşağım öləcək, ay uşağımın başına fəlakət gələcək. Qadınlar var, yata bilmirlər. Olmayan şey haqqında vəsvəsə, daimi qorxu, bəlanın baş verməsindən daimi narahatlıq duymaq və bir nimətin yox olacağından qorxmaq. Maaşı var qorxu, birdən maaşım kəsildi, nə olacaq? Kəsilməyib, Allah'a həmd elə, nə olub? Bu qorxu nədir? Şeytandandır. Bunlar hamısı Allah haqqında pis zəndir. La ilahe illallah. Allah haqqında pis zən insanın içində gözəl şeyləri məhv edən təhlükəli bir xəstəlikdir. La ilahe illallah. Ona görə ümitsiz olma. Bugün səni sıxan şey sabah xoşbəxtlik səbəb ola bilər. Baxın. Gözəl şeylərin ayrılığı səni Allah sənin üçün ən yaxşısını seçəcəyini və itirdiğin şeylərin əvəzinə sənə daha xeyrisini verəcəyini öyrədən bir pıçıltıdır. Sadəcə Allah'a güvən, səbr etməyi öyrən və çox narahat olub düşünmə. Həqiqətən Allah göyləri və yerləri onların məhv olmasından qoruyur. Yumsikus semavati vel ard en tezule. Göyləri, yerləri tutub saxlayan odur deyir. La ilahe illallah. Kim saxlaya bilər o ağırlıq bir şey səmaları? Milyardlarca ulduzlar, milyonlarla galaktikalar. La ilahe. Yəni Allah bu yeri göyü saxlayır. Göy səndən daha böyükdür və ondan daha küçük şeylər səni niyə narahat etsin ki? Niyə qorxu gətirsin ki? Çünki təvəkkül etmirsən. Rəbbinə təvəkkül edərək yaşa, səni qoruyacaq kimdir? Allah Teala. Baxın, bəzi şeylərin dəyərini ancaq onları itirdikdən sonra bilirik. Sağlamlıq, ailə, dostluq, hətta su və rahatlıq. Həyatını o zaman dolu yaşa. Bu nemətlərin qədrini bil və Allahın sənə verdiyi hər şeyə şükr elə. Bugün yaşadığın sevinci və nemətləri əldən buraxma. Əsəbi və narahat olma. Çünki ruzun sənin Rəbbinin yanındadır. Özünü gələcəkdə baş verə biləcək bilinməz şeylərlə yolma. Hələ bilmirsən, olacaq, olmayacaq. İndindən ölür insan. Əgər bir şey itirmişsənsə və ya nəyəsə bağlanıb sonra ondan məhrum olmuşsansa, deyək ki, ağacların payızda yarpaqlarını töküb, baharda yenidən yaşıllaşdığını xatırla. Çünki həyat da belədir. Fəsillər kimidir. Hər mərhələnin gözəlliyi və çətinliyi var. Ruh bədəndə bağçadakı xurma ağacı kimidir. Əgər ona ümid, nikbinlik, imanla sulasan, sənə rahatlıq, sükunət, əminamanlıq bəxş edər. Həyatda hər bir şey keçicidir. Buna görə hər zaman gözəl düşün, yaxşı düşün və mərhəmətli, günahları bağışlayan Allah'tan deyir, xeyir gözləyin. Baxın, subhanallah. Yəni, mümin deyir, həyatı boyudur, belə olmalıdır. Sən bilmirsən, xeyir hardadır, bərəkət hardadır. Çünki biz qəlbimizlə nədir, həqiqətən də bəzən də olur ki, düşünmürük. Baxın, nə deyir? Divara gəlincə o şəhərdə yaşayan 2 yetim oğlana məxsus idi. Kəhf surəsi. Bu ayda böyük faydalar var deyir. Baxın. Bu aya Xızır və Musa peyğəmbəri hekayəsindən bir hissədir. Burada Xızır, Musa peyğəmbər birlikdə şəhərə gəldikdə divarın yıxılmaq üzrə olduğunu görüb onu düzəldi. Musa bunun səbəbini soruşanda Xızır dedi ki, həmin divarın altında yetim uşaqlığa aid bir xəzinə var. Və onların atası salih bir insan olub. Allah istəmişdir ki, onlar yetkin yaşana çatana qədər bu xəzinə qorunsun. La ilahe illallah. Yetim uşaqlar oynayırdılar və ya yatmışdılar. Xızır nə etdiyini bilmirdilər. Amma Xızır onlar üçün divarı düzəldirdi ki, onlara bir zərər dəyməsin. Bunu əmr edən kim idi? Uca Allah Teala. Qoruyan odur. Biz də qoruyan odur, evlatlarımız da qoruyan odur. La ilahe illallah. Ona görə Rəbbinə təvəkkül elə. Çünki Rəhman Allahın orduları sənə hiss etmədiyin bir şəkildə xidmət edirlər. La ilahe illallah. Bax, Yusuf 10 illərlə gizli qaldı. Yaqub isə ondan xəbərsiz idi. Amma nə dedi? Mən işimi Allah'a tapşırırım. Subhanallah. Və nəticədə Yusuf ona qaytarıldı. Deməli, işini Allah həvalə ilə mütləq razı qalacaqsan. İlk baxışda itirdiyimiz şeylər əslində bizim üçün daha kamil və daha gecikdirilmiş bir hədiyyədir. La ilahe illallah. Allah da ondan daha yaxşısını verəcək. Ona görə, yəni, mümin hər bir şeydə Rəbbinə güvənməlidir. Baxın, həmişə bir çıxış yolu var. Nə qədər çətin şəraitdə olsan da, insanın qorxusuna qalib gələrək öz yolunu açır və həqiqətən doğru yolu tapır. Niyə? Çünki Rəbbinə güvənir. Subhanallah.
Bakın, İbrahim peygamberin qəlbi oğlu İsmail ile bağlananda Allah ona oğlunu qurban vermeyi əmr etdi. La ilahe illallah. İmtihana çekti. Yakup peygamberin qəlbi oğlu Yusuf bağlananda Allah onu ayrı saldı. Allah Yusuf'u Yakup'un elinden aldı. Çünkü Allah sevdiği bəndlərini sınağa çekir ve onlara değer verdikleri şeyleri itirdir ki qəlbləri tamamıyla Allah'a sevgiyle dolsunlar. La ilahe illallah. Ona göre de qəlbini her zaman nedir? Rabbine bağla. Subhanallah. Yani ancak ve ancak çıkış yolu nedir? Uca Allah'a bağlamaq. Yani ümitsizlik değil, səni heç zaman yormasın. Çünkü sen ne kadar Allah hakkında yaxşı düşünür ve xeyir, hayata güzel bakırsansa bir o kadar da ümit sənə doğru akacak ve güzel hadiseye baş verecek. Ne deyir? De olabilsin ki Allah'ın yardımı deyir, yakın olsun. Her zaman bu ayəni unutma. De, Allah olabilsin ki Allah'ın yardımı yakın olsun. Bu ayə deyir, ümitsizlik divarlarını dağıdır deyir. Ümidin ışığını qəlbinə doğru axıdır, onun nurunu yayıb qəlbindəki bədbinliyi məhv edir. Allah olan ümid en büyük şəfadır, narahatlıq isə çarəsiz bir nədir? Yorğunluqdur. La ilahe illallah. Baxın, o da Rəbbinə yalvarıb dedi, mən məğlub olmuşam, yardım elə. Subhanallah. Kim? Nuh Peygamber. Bakın, Nuh Peygamber ne dedi? Sadece Rəbbinə yalvardı. Bir kəlmə ilə. Çünkü Allah'ı tanır, bilir ki Allah çətin anda ancak insan Allah'a sığınmalıdır. Qəlbində şikayetini Allah'a elə birinci, insanlara değil. Bazı insan problemi insanlara şikayet edir ve bazen de məxluqu Allah'ın məxluqa şikayet edir. La ilahe illallah. Ona göre eğer seni sıkıştırırsa sıkıntılar, dərdlərin səni yıxırsa, göylərin qapılarını açan Allah'ın şikayetini bildirməkdən çəkinmə. Necə ki Nuh ne dedi? Allah'ım, inni məğlubun fantasir. Mən məğlub oldum, yardım elə. Subhanallah. Ona göre ne deyir? Biz sizi keder ve korku içinde sınadık ki ruhtan düşmeyesiniz. Altı bazen kulunu kederle de imtihana çeker. Sen ruhtan düşeceksen yoksa yok. Her bir şey hayatı nedir? İmtihandır. Eğer qəm bir-birinin ardınca gelirse, her bir keder diğerini izleyirse bil ki bu kederin yok olmasına ve ağrının geçmesine bir vəddir. Allah seni sınava çekip. Ben işimi Allah'a tapşıram, hakikaten Allah kullarını görür. La ilahe illallah. Mümin. Eğer bütün işlerini güdrətli ve uca olan Allah'ın iradesine bıraksan, o sana qəlb rahatlığı vereceği. O senden korktuğun şeyler uzaklaştırar ve arzuladığın her bir şeyi nəsib eder. Bakın. Ona göre meğer bilmirsən ki Allah her şeye qadirdir. Ələm tə'ləm ennəllaha alə kulli şeyin qadir. El-Bəqərə surəsi. Bu ayəni her defa ümitsizlik senin qəlbini fəth etmeye başlayanda xatırla. Nedir o? Meğer bilmirsən ki Allah her şeye qadirdir. Yani möhkəm dayan, imanla dolu. Çünkü ne kadar çətini içinde olsan da, ne kadar büyük sıkıntılar yaşasan da Allah her şeye qadirdir. O izzət ve celal sahibidir. Hiçbir şey onun gücünden kenarda kalmaz. Sadece Rabbine güven. Göydə sizin ruzunuz ve sevəd olunanlar vardır. La ilahe illallah. Zariyat suresi. Bu ayet insan neyi hatırladı? Ruziler ve vaad olunan her şey Allah'ın nezaretindedir. Yani insan narahat olmamalı. Çünkü Allah'ın tayin ettiği ruzi ve kısmet değilse insana çatacak. Ruzi yalnız pulla mehdud olduğunu düşünme. Çünkü en güzel ruziler nedir? Sağlam bir beden, sakit bir ruh, ağıl, rahat bir qəlb. Bunlar hamısı ruzidir. Buna göre de her vəziyyətdə Rabbine həmd elə. O zaman qəlbin rahat olacak, ruhun sakitləşəcək, özünü deyil azad hiss edəcəksən. O zaman anlayacaksan ki insanın qəlbi Rabbine bağlanmasa bu dünyada hiçbir şeyden deyir rahatlıq tapa bilmez. Bak, mümin bütün hayatı boyu buna böyle bakmalıdır. Çünkü Allah Teala bizden ne istiyor? Allah onlardan razı oldu, onlar da ondan razı oldular. Subhanallah. Kulun öz Rabbinden razı kalması Allah'ın onun için ettiği nimete göre vacip olan bir karşılığıdır. Lakin Allah'ın öz kulundan razı kalması bu en büyük şeref, en uca megam ve ebedi saadet mertebesidir. Düşünün. Allah da öz bəndələrindən razı kalarsa artık bu ebedi saadetin başlangıcıdır. Ona göre cennet eline verilecek en büyük müjde nedir? Cennete girenden sonra
Necə? Ey cənnət əhli, sizə verdiyim bu nemətlərdən daha üstünlüğü istəyirsinizmi? Onlar deyəcək, ey Rəbbimiz, bundan üstündən ola bilər ki, Allah buyuracaq, sizdən razıyam və bundan sonra əsla sizə qəzəblənməyəcəm. La ilahe illallah. Baxın, Allahın bəndəsə razı qalması artıq onun əbədi məhəbbətə nail olduğunu göstərir. Onun gibi birinci nədir? Mömin də Rəbbindən razı qalmalıdır. Razı qalmaq sadəcə dillə deyilən söz deyil. Bu qəlbin ibadətdir. Hər kəsi Rəbbindən razıyam. Xoş anında, başına bəla gələndə qəlbin onu deyirmi? Yox. Soruşurlar ki, Allahdan razı qalmaq nə deməkdir? Deyir ki, alimlərdən birisi, əgər deyir, nemətlər gələndə, sevinç anında razı qaldığın kimi, bəlalar gələndə razı qalırsansa, sən Rəbbindən razısan. Yoxsa sənin razılığın saxtadır. La ilahe illallah. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. La ilahe illallah. Yəni bu demək ki, Allah onların əməlini qəbul etdi və onları öz razılığı ilə mükafatlandırdı. Qulun Allahdan razı qalması o deməkdir ki, başına gələnlərdən, baxın, Allahın hökm və qədərindən narazı olmaz. Qulun Allahdan razı qalması odur ki, Allahın əmirlərini üstün tutsun və qadağalardan uzaq dursun. En büyük razılığı ise Allah'ın öz bəndəsindən razı qalmasıdır. Nedir? Ridvan. Ve Allah onlardan razıdır. La ilahe illallah. Müminin Allah'tan razılığın yolu budur. Allah'ın əmrlərine tabi olsun, qadağalardan çəkilib uzaq dursun. Yani müminin Allah'tan razı qalması o zaman mümkün olur ki, Allah'ın emrettiği şeyi memnuniyetle yerine getirsin, kalbine sıkıntı olmasın. Niye Allah bunu buyurur? Bəziləri nə edir? Zamanımıza uygun değil. Olmasa olardı. Sen razı değilsen Rabbinden. İkinci, qadağan ettiklerinden razılıkla uzaq dursun. Sevmeyerek değil. Həqiqi mümin ise Allah'ın verdiği qədər ve imtihanlardan ister yoksulluk olsun, ister xəstəlik razı qalar ve hiç vaxt narazılıq etmez. Kulun Allah'tan razı kalması güzel ve beğenilen bir haldır. Lakin bazı hallarda vacib olan razılıq değil, səbirdir. Səbri herkes etməlidir. Ama razılıq nedir? Müstəhəb ve en uca nedir? Məqamdır. Mesela xəstəlik veya buna benzer müsibətlər zamanı səbr etmək vacibdir. Razı qalmaq ise müstəhəbdir. Yani edilmesi savab, terk edilmesi günah değil. Ona göre müminler bununla seçilirler. Səbri herkes eder ama razını hiç kes etmez. Ondan da böyük var şükretmek. Belaya da şükredir. La ilahe illallah. Bazıları sabreder, çoğu sabreder. Razı kalanlar az, şükredenler nedir? Daha az. La ilahe illallah. Bak ne diyor Ömer ibn Hattab? Ebu Musa'ya yazır. Bil ki, bütün hayır razılıktadır. Eğer razı kalabilmirsense hiç olmasa sabret. Subhanallah. Allah'tan razı kalma, kalbin temizliğine, yerginin güçlü olmasına ve takvanın derinliğine delildir. Kulun Allah'ına yakınlaşması ve onun razılığını kazanması ancak bu keyfiyetle mümkündür. Allah'tan razı kalmak, emir ve qadağanlara itaat etmek, onun kader ve tedbirine razı olmak demektir. Kulun bu haqda açıq şəkildə razılıq sözü bir çox ayələrdə gəlmişdir. Kim Allah'ın razılığını istəyirsə, onun əmirlərinə itaat etməli və qadağanlardan çəkinməlidir. Subhanallah. Bax ne de Kur'an-ı Kerim. İslam'da iman ve itaate öncü olan ilk muhacirler ve ensar. Bir de onların ardınca güzel şekilde gidenler var ha. Allah onlardan razı kaldı. Onlar da Allah'tan razı kaldılar. La ilahe illallah. Nəticə nedir? Allah onlar için içinden çaylar akan cennetler hazırlayıp onlar orada ebedi kalacaklar. Bu en büyük nedir? Uğurdur. Ve sonra nedir? Həqiqətən iman getiren, salih əməl eden insanlar en xeyirlidirlər. Onların mükafatı Rabbinin yanında içinden çaylar akan edin cennetleridir. Onlar orada ebedi kalacaklar. Allah onlardan razıdır. Onlar da onlar razıdırlar. Bu Rabbinden korkanlar üçündür. La ilahe illallah. Bakın ne diyor Peygamberimiz? Allah'ın bir kuldan razı kalması o zaman olur ki kul bir yemek yer ve Allah'a hamd eder. Veya su içer Allah'a hamd eder. La ilahe. En kısa şeyde Allah senden razıdır. Düşünün. Rabbin razılığı valideynin razılığındadır. Rabbin qəzəbi ise valideynin qəzəbindedir. Bak Allah'ın razılığını kazan herkes. Misvak. Belki çoklar unudur. Misvak ne diyor? Allah razılığıdır, ağız üçün təmizliyidir. La ilahe illallah. Sen gör bundan bir əməllər edirsense Allah dərgahında senin ne kadar mükafatın var. Ne diyor Peygamberimiz?
sallallahu aleyhi ve sellem. Her kim Allah'tan ve İslam'dan ve Muhammed'in sallallahu aleyhi ve sellemin razı kalarsa, bakın, bu imanı dadmıştır. Yani kim Allah'ın razılığını kazanmak için insanları narazı salarsa, Allah ondan razı olan ve insanları ona karşı koruyar. Kim insanların razılığını elde etmek için Allah'ı narazı salarsa, Allah onu terk eder ve onu insanların ihtiyarına bırakar. La ilahe illallah. Bakın nedir? İmanın dadını o kez hisseder ki Allah'ı Rab, İslam'ı din ve Muhammed'i peygamber olarak kabul edip onlardan razı kalsın. La ilahe illallah. Razı kalsın. Ne demektir razı kalma? Allah razılık. Onun Rab ve her şeyin sahibi olduğunu bilmeyi, kabul etmeyi. Peygamberler razı ne demektir? Onun buyruklarını etmeyi, tam şekilde tabi olmak. Dine razılığı ne demektir? İslam'ı kalben ve emelde tam kabul etmek. Bu demektir. Bu üç razılığı bir yere toplananda asıl İslam ortaya çıkır ve insanın kalbinde hakikaten de imanın değil, şirinliğini dadar. Eğer bir insan diliyle razı kalması var ama kalbiyle buna karşı çıkarsa, bu yalandan ibarettir. Razılık təkcə dillə değil, kalbde ve emelle nedir? Olmalıdır. Razılıdır ne demektir? Allah'a razı onun tek olmak, tektir. Allah'ı sevmək, onun şəriki yoktur. Ondan korkmak, ümid bəsləmək, ona qayıtmaq, təvəkkül etmək, tövbə etmək, onun əmrlərini yerine getirmək, ibadette səmimi olmaq, ixlaslı olmaq, Allah'ın hükmüne razı kalmaq, ona güvenmək ve yardımını gözlemek, bunlar hamısı razılığın bir parçasıdır. Kul Allah'a tevekkül eder ve Allah'ın ettiği her bir işe razı kalar. Bu da nedir? Elbette Allah'ın emrine razı kalmak. Yani Allah'ın emrettiğini itaat etmek ve onu memnuniyetle tabi olmak. Yani Allah'ın kaderine razı kalmak, yani Allah'ın takdir ettiği her şeye, ister hayır, ister musibet, kalben razı olmak. Hem için peygambere razılık, elbette Resulullah sallallahu aleyhi ve sellemin buyruklarını yerine getirmek, Allah'ın dininden razı kalmak, yani İslam dini sevmek ve o buyrukları yerine getirmek. Bak, müminin hayatta esas nedir? Aktardığı bu olmalıdır. Eğer böyle olarsa, kalbinde rahatlık olacak ve hayatı güzel olacak, her bir şey güzel olacak ve Allah dergahına hoş gelecek. Ona göre ne diyecek ona ölüm meleği gelende? Rabbinin dergahına çık. Rabbin senden razıdır. Subhanallah. Diğer ise çık Allah'ın qəzəbinə. Fərqə baxın. Ona göre mümin hayatta kalbini her zaman Allah'a bağlamalı, ondan razı kalmalı, onun peygamberini sevmeli, dinini sevmeli ve Allah'a tevekkül etmelidir. O zaman hem hayatı xoşbəxt olacak hem de ahireti xoşbəxt olacak. Allah Teala bizleri eşitli faydalanlardan eylesin. Allah Teala sonumuzu güzel eylesin. Rabbimiz bizlere güzel sonluq nəsib eylesin. Allah Teala bizleri bugün bu güzel mecliste topladığı kimi cennette Resulullah sallallahu aleyhi ve sellemin yanında Firdevs cennetine toplasın. Allah Teala dünyasını değişen valideynlerimizin mekanı cennet eylesin. Hayatta olan valideynlerimizin ömrünü uzun, hayırlı, bereketli, hidayetli eylesin. Allah Teala evladlarımızı salih kullarına eylesin. Allah Teala evladlarımızı cin, şeytan, pis insanların vesvesesinden korusun. Allah Teala bizi ve neslimizden gelenleri namaz kılanlardan eylesin. Allah Teala bizden sonra da bizler için güzel ad koysun. Allah Teala kimin ne ihtiyacı varsa isteğini arzusuna çattırsın. Allah Teala sıkıntılarımızı aradan kaldırsın. Allah Teala bizim esas derdimizi ahiret yurdu, Allah'a kavuşmak derdi eylesin. Yani dünya fitnelerine uyup ahireti unudan keslerden etmesin. Allah Teala bu güzel vətənimizi korusun, əmin amanlığımız daimi olsun. Allah əsgərlərimizi korusun, sağ-salamat ailələrini qovuştursun. Allah şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah Teala ölkə rəhbərimizi korusun, işlərinə müvəffəq eyləsin. Allah Teala bizləri elm məclisinin sonunda bağışladığı kulların sıralarına daxil eyləsin. Allah Teala yəqinliyimizi, imanımızı güclü eyləsin. Allah Teala imanımızı elimizden almasın. Allah Teala bizleri her zaman hak üzerinde, tevhid üzerine sabit eylesin. Ve Allah Teala bizleri bu dünyadan köçerken La ilahe illallah Muhammed Resulullah şehadet kelimesiyle ve güzel emeller üzerine köçen kullarını eylesin. Amin.